Gəl öpüm. Salam əziz tələbələr. Bildiyiniz kimi bizdə artıq növbəti il üçün 9-cu, 10-cu siniflərin qəbulu başlamışdır, həm də növbəti ili 11 olanlar üçün. Və bizi ilə artıq 3 ildir fəaliyyət göstərən Emil İsayev, o həm Bakıxanovda fəaliyyət göstərir, həm Həzz Aslınovda. Hər iki ərazidə yaxın qalanlar, yəni belə deyək, istəyirdim ki, belə deyək, hər bir vaxt bizim yanımızda olsun, amma hər iki yerdə Emil müəllimə böyük tələbat var və sözsüz ki, bizdə tələbələr deyərsə ki, Emil müəllim də riyaziyyat müəllimidir, Süleyman müəllim siz də riyaziyyat müəllimisiniz, dava qırğın düşmür, yox düşmür, narahat olmayın. Emil müəllim də vaxt alınmayanda mən dərs keçirəm, məndə alınmayanda Emil müəllim dərs keçir və çox rahat da belə deyək ki, yerləşə bilirik. Yəni narahat olmayın, deyirlər iki qoçun başı bir qazanda qaynamaz. Ancaq narahat olmayın, yəni orada problem yoxdur. Emil müəllim də bizim qardaşımız, dostumuzdur və Emil müəllimin də nəticələri çox yüksəkdir, çox yüksəkdir. İndi onu da elə bu münasibətlə təbrik eləyək və kimlər ki bizdə növbəti il üçün riyaziyyatdan hazırlığa yazılmaq istəyir, Emil müəllimə müraciət eləyə bilər və İnşallah onun Instagram səhifəsində özü deyər, orada da izləyə bilərsiniz göstəricilərini, TikTok səhifəsində də uşaqların göstəricilərini, yüksək göstəricilərini izləyə bilərsiniz, görə bilərsiniz ki, hansı göstəricilər vardır. Buyurun Emil müəllim. Mən də hamını salamlayıram. Süleyman müəllim, təşəkkür edirəm sizə. Əziz abituriyentlər, artıq demək olar ki, növbət tədrisində bizdə qeydiyyat sonları da artıq, amma hələ yerlərimiz var. Həmçinin Süleyman müəllimdə də, məndə də yerlərimiz var. Sizi hər birinizi DSP-də gözləyirik. Gələ bilərsiniz. Yaxşı komandamız var. Komandamıza Süleyman müəllim tək-tək müəllimləri, yəni tək-tək müəllimləri özü seçib, özü götürüb. Yəni birbaşa hamısı çox yaxşı bir belə deyək də kontingentdir, komandadır. Həmçinin mən Süleyman müəllim qeyd eləmişkən Həzz Aslanovda da fəaliyyət göstərirəm. Orada yazıla bilərsiniz kursa. Amma mütləq şəkildə əvvəlcədən yazıb gün götürürsünüz, ona uyğun gəlirsiniz. Hər birinizə uğurlar arzulayıram. Süleyman müəllim də təbrik edirəm. Bu il 4 bal verdi. Gəl öpüm. Uğurlar, uğurlar uşaqlar.